Nömrələrim çox yüksəkdir, -7-dir, -12 olanlar da var. Təbii ki, Allah hamıya kömək olsun. Nə bilim, hər nömrədə olan var, incəlmiş alan var, incəlməmiş alan var. Ya incəlməmiş olanlar çox pis görünür. Ona görə göz sağlamlığı önəmlidir. Uzanarkən oxumamaq, nə bilim, işığın sol tərəfdən düşməsi, həmişə bunlar deyilib, amma bəzi şeylərin qarşısını ala bilmirik. Təbii ki, anadan gəlmə deyil, sonradan qazanılmadı. Qaranlıqda televizora baxmaq, bu kimi bir çox şeylər. Bunlar qədimdən deyilən bir şeylərdir. Yeni nə deyilir, düzü məlumatım yoxdur. Göz sağlamlığını necə qorumaq bilmirəm, amma onu bilirəm ki, hər bir ildən bir yoxlanış lazımdır. Hətta bir dəfə optikada biri mənə demişdi ki, bir ildən bir niyə yoxladırsan? Az qala mənə döymək istəyirdi ki, sənin pulun belə çoxdur, bir ildən bir niyə gəlib gözünü yoxladırsan? Nəsə də məcazi mənada, yəni qınamışdı da, döymək qınamaq mənasında. Bilməm, hər kəs pulu sağlamlığına verə bilir, verə bilmir.